Yaxın zamanda hər bir Azərbaycan vətəndaşı Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü qeyd edilməsinin sevincini yaşayacaq. Biz yaxın tarixi keçmişimizdə lokal antiterror əməliyyatlarını yaxşı xatırlayırıq. 24 saatdan da az davam edən bu əməliyyatlar nəticəsində ölkəmizin suverenliyi tam bərpa olundu. Hələlik Azərbaycan zəfərini həzm edə bilməyən qüvvələr bu antiterror əməliyyatını təhrif edir və əleyhimizə qarayaxma kampaniyası həyata keçirirlər. İllər ərzində Azərbaycana qarşı təxribat törədənlər, Qarabağ ermənilərini alətə çevirənlər indi onların dırnaqarası qayğısına qalmağa çalışırlar. Antiterror əməliyyatı hansı zərurətdən yaranıb? İkinci Qarabağ müharibəsində məğlub olan Ermənistan 10 noyabr bəyanatına əsasən ona məxsus silahlı birləşmələri Qarabağdan tamamilə çıxarmalı idi. Lakin öhdəliyinə əməl etməyən İrəvan bölgəni silahlandırmağa və ərazilərimizə mina yerləşdirməyə davam edirdi. Xüsusilə Hindistan istehsalı olan hərbi texnika İran vasitəsilə Ermənistana, oradan da Qarabağa daşınırdı. Daha bir təxribat isə separatçılığın dayaqlarını möhkəmlətmək üçün erməni oliqarx Ruben Vardanyanın Qarabağa göndərilməsi oldu. Bundan sonra Azərbaycana məxsus Qızılbulaq Qızıl və Dəmirli Mis-Molibden yataqlarının istismarı daha da intensivləşdi. Azərbaycan ictimaiyyəti isə baş verənlərə səssiz qalmırdı. Bir qrup ekofəalın 2022-ci il dekabrın 12-sində Xankəndi-Laçın yolunda başlatdığı etiraz aksiyaları 100-138 gün davam etdi. Aksiyaların yekunlaşmasında rol oynayan əsas amil isə 2023-cü il aprelin 23-də Laçın sərhəd buraxılış məntəqəsinin qurulması idi. Bununla da Azərbaycan ərazilərindəki qanunsuz istismara son qoyuldu. Həmin ilin avqustunda separatçıların başçısı Aray Karutunyan qondarma vəzifəsindən istefa verdi. Qondarma rejim adətindən qalmayıb saxta seçkilər keçirdi. Azərbaycan tərəfindən reinteqrasiya ilə bağlı bir neçə dəfə təkliflər irəli sürüldü. Halbuki ki, bu təkliflər kifayət qədər əlverişli idi və hətta beynəlxalq müstəvidə belə bu təkliflərin qarşı hər hansı bir arqumentin ortaya çıxması deməli mümkün deyildi. Amma bütün bunlara baxmayaraq yenə də eyni qaydada Azərbaycan ərazilərindəki separatçılar üzərindən müxtəlif amilləri irəli götürərək Ermənistanı himayə edən qüvvələr yenidən hansısa təhlükəsizlik mexanizmlərinin, beynəlxalq təhlükəsizlik mexanizmlərinin formalaşdırılması ilə bağlı iddialar irəli sürdülər. Sentyabrın 19-da Xocavənddə yerləşdirilən minanın partlaması ilə törədilən terror aktı nəticəsində 4 polis, 2 mülki şəxs olmaqla 6 nəfər həlak oldu. Bütün bunlara isə Azərbaycan reaksiya verməyə bilməzdi. Nəhayət 2023-cü il 19 sentyabr saat 13 radələri bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanıldı və ərazilərimizdə 200 ilə yaxın davam edən erməni separatçılığına son qoyuldu. Burada olan 2 diviziyaya yaxın 10-cu dağatçı diviziyası var idi Ermənistanın orada və 18-ci motatçı diviziyadan geri çəkilən hələ cənub istiqamətində olan 44 günlük müharibədə və sonra da Qarabağ ərazisində çəkilənlərin toplam 2 diviziyaya yaxın hərbi texniki arsenalı da Azərbaycana təhvil verilmiş oldu. Ordumuzun əməliyyatı cəmi 23 saat 43 dəqiqə çəkdi. Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri başda olmaqla bütün Qarabağ ərazisində Azərbaycan bayrağı qaldırıldı. Döyüşlərdə silahlı qüvvələrimizin 200-dən çox hərbçisi şəhid oldu. Növbəti günlərdə isə separatçı liderlər Ruben Vardanyan, Aray Karutunyan, Arkadi Qukasyan, Bako Saakyan və digərləri saxlanılaraq həbs olundu. Əziz şəhidlərimizin xatirəsi bizim qəlbimizdə əbədi yaşayacaq. Və biz bütün dünyaya Azərbaycan xalqının gücünü, iradəsini, əlməz ruhunu göstərmişdik. Yəni hazırlıq işləri apararkən bax, bu günü biz gözləyirdik. Və mən bu 20 il ərzində heç vaxt şübhə etmirdim ki, bugün gələcək və Xankəndi şəhərində hərbi parad keçiriləcək Azərbaycan bayrağı altında.